Salam dəyərli şagirdlər və abituriyentlər, izahlarımıza davam edirik. Deməli, demin 20 sınaq kitabından izahlarımıza davam edirik. Sınaq 14-deyik. Maksimum şəkildə bu aprel ayı ərzində tez-tez izahların gəlməsinə çalışacağam ki, imtahana qədər 20 sınağın hamısının izahı yekunlaşsın ki, bu 13 və 20 aprel, 27 aprel tarixlərində imtahana girəcək şagirdlərimiz üçün yaxından dəstək olacağını düşünürəm. Əlavə olaraq kiminsə hər hansısa bir sual varsa mütləq şəkildə yaza bilər. Bir də yeni çıxmış inkişafçı dinamikamızdan da faydalanı bilər 9-cu sinif şagirdlər. Çünki orada 2019-dan 24-cü ilə qədər olan buraxılış sualları və model suallar var. Üstəlik də izahları ilə bərabər. Siz QR kodu oxudaraq izahları da izləyə bilirsiniz. İmtahana girməmişdən öncə bütün mövzunu təkrar etmək üçün bir faydalı olar deyə düşünürəm. Təbii ki, bu 20 sınaq kitabı ilə bərabər. 9-cu siniflərdə də 11-ci siniflər kimi suallar düşəcək. Yəni asanlıq, çətinlik səviyyəsi o qədər də çətin olmayacaq. Biz 11-lərdə gördük ki, rahat düşdü və hətta 20 sınaq kitabçasından daha çətin belə olmadı. Eyni ilə 9-ların da imtahanı həm məhz əlimizdə olan bu sınaq kitabçasından daha ağır suallar qarşımıza çıxmayacaq deyə güman edirik. Gəlin başlayaq suallarımıza. Demək 14-cü sınağımız ümumi sınaqdır. Ümumi 10 dil qaydası və 2 mətnimiz var. Deyir ki, bir də modal söz işlənmiş nümunəni müəyyən edin. Dostum yəni şamil tarixçidir. Burada yəni neyini? Dostum yəni şamil. Əlavət eləmə. Dostum. Kimdir dostu? Onu aydınlaşdırır, konkretləşdirir. Burada əlavə şey yoxdur. Modal sözü yoxdur. Sözün düzü, mən bu barədə məlumatsızam. Burada ara söz işlənir uşaqlar. Bütün modal sözlər hamısı ara sözdür. Amma ara sözlər yalnız modal sözlərlə ifadə olunmur. Ara sözlər cümlə şəklində olan ara sözlər var. Söz birləşməsi şəklində ki, məsələn, sözün düzü söz birləşməsi şəklində deyil, amma bu ara sözdür, amma modal söz deyil. Həqiqətən onu əvvəl tanımadım. Bu artıq təsdiq bildirən modal sözüdür. Bunu görürük, eləmi? İnsanlar arasında qərəz qəbul edilməzdir. Burada təbii ki, heç bir şey yoxdur. Köməkçi intisas belə yoxdur. Yaxşı işdir ki, burada bağlayıcıdır, bilirsiniz. Deməli, modal söz cümlənin əvvəlinə gələrsə özündən sonra, ortada gələrsə hər iki tərəfdən, sonunda da gələrsə özündən əvvəl vergül ayrılır. Bunu da bilirik. Ümumiləşdirici söz işlənmiş nümunəni müəyyən edin. Həmcins üzvlərdə ümumiləşdirici sözlər olur, bildiyimiz kimi. Yəni sadalanan həmcins üzvlərin hamısına aid olan, hamısını ehtiva edən bir dənə söz olur. O ümumiləşdirici söz olur. Həmcins üzvlərdən əvvəl və sonra da gələ bilər. Sosial müdafiə ehtiyacı olan şəxslər, uşaqlar və qocalar. Demək, baxın, uşaqlar, qocalar həmcinsdir. Bunların hamısını əhatə edən nədir? Şəxslər, sosial müdafiə ehtiyacı olan şəxslər. Demək, burada ümumiləşdirici söz işlənib. Yəni modal sözlə, daha doğrusu həmcins üzvlərin hər birisinə aid olan ümumiləşdirici sözümüz işləyib. Başı ağrıyırdı, dünən gecə yatmamışdı. Burada ümumiləşdirici söz ümumiyyətlə yoxdur. Həmcinslik də yoxdur. Həmcinslik olmayan yerdə ümumiləşdirici söz olmur təbii ki. O dövrdə Mirzə Ələkbər Sabir, yəni satira ustadı, burada aydınlaşdırmadır. Deyil, özündən əvvəlki üzvə aid olub, onu dəqiqləşdirir. O danışdı, fikrini dedi. Həmcins xəbərlər danışdı kim, fikrini dedi kim, o. Sonra məclisi tərk etdi kim, o. Həmcins xəbərli sadə cümlədə 3 dənə xəbəri var, bir dənə mübtədası var, eləmi? Burada ümumiləşdirici sözümüz göründüyü kimi yoxdur. Tahir, Sabir və Sənubər, məni dinləyin. Tahir, Sabir və Sənubər. Bir sözlə, məsələn, belə desəydi, bir sözlə mənim dostlarım, amma bu şəkildə sən bir sözlərini burada ümumiləşdirici söz götürə bilərdin, amma burada göründüyü kimi o yoxdur. Qızğın iş gedirdi. Hamı işini vaxtında bitirməyə çalışır. Tabi mürəkkəb cümlənin tərəflər arasında hansı mənada bağlılığı var? Bildiyimiz kimi bu 2025-ci ildən etibarən bu tipli suallar qarşımıza çıxmayacaq. Yəni proqramdan çıxmış suallardır. Qeyd edeyim ki, bu sınaq kitabı daha əvvəlcədən, yəni yay aylarından içərisi tam hazır olur. Bildiyimiz kimi, yəni sırazo çapa getmir ki, onun içərisi hazırlanır, suallar hazırlanır, daha sonra çapa gedir və paylanır.
Yəni bu sualların hazırlanması da proqramdan əvvəl olduğu üçün proqramdan çıxan mövzuların bəzi sualları biz burada görə bilirik. Amma bu demək deyil ki, bu suallar imtahana düşəcək. Təbii ki, düşməyəcək. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Gəlin baxaq. Afaq tünd çayı. Tünd sözü bilirik ki, sifətə qoşulmalı. Birinci çay isimdir. Birinci buna baxırsan. İkincisi rəng bildirən sözləri qoşulub defislə yazıldığı zaman bilirik ki, çoxaltma dərəcəsi düzəldir. Laf gözəllik vurğundur. Gözəllik isimdir. Biz səni onun qədər tanıyırıq. Burada sifət yoxdur ümumiyyətlə. Dünən baxdığımız film olduqca maraqlı idi. Bax, maraqlı idi xəbər. Həm maraqlı sifətdirmi? Olduqca maraqlı da çoxaltma dərəcəsi. Yəni nə daha çox maraqlı olduğunu göstərdi. Ən gec gələn o idi. Gec sözü feilə aid olduğu üçün burada zərfdir. Zərf olduğu üçün artıq burada çoxaltma dərəcəsindən söhbət gedə bilməz. 4-də cavabımız olacaq D variantı. Bu dünyada bütün əşyaların da yaddaşı var cümləsindəki sözlərin təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Gəlin baxaq. Demək, sözlərdən biri təsirli haldadır. Demək, bu dünyada yerlik haldır, eləmi? Bütün əşyaların yiyəliyi, yaddaşı, mənsubiyyət, sonra var da heç, predikativ söz. Demək, sözlərdən biri təsirli haldadır. Biz bunu görmürük. Yaddaşı sözü burada mənsubiyyət şəkilçili sözdür. Təsirli hallı deyil. Ona görə bir getdi. Doğru fikir istəyir səndən. İki fərqli məna növünə aid əvəzlik işlənmişdir. Bu var, eləmi? Bir də bütün var. Hər öz bütün filan təyin əvəzlik. Bu da işarə əvəzliyi. İki fərqli məna növünə aid əvəzlik. Düzdür. Hal şəkilçisi qəbul etmiş iki söz var. Dünyada bir də əşyaların. Eləmi? Hər ikisi biri təsirli, doğrusu biri yiyəlikdir, biri də yerlik. Qrammatik mənası olmayan söz əlaqə yaratmağa xidmət edir. Qrammatik mənası olmayan söz dadı əşyaların da, yəni həmçinin əşyaların yaddaşı var. Bağlayıcıdır, bəli. Əlaqə yaratmağa xidmət edir. Bu da doğru fikir oldu. İki söz ardıcıl mənsubiyyət və hal şəkilçisi qəbul edib. Yaddaş sözlə hal şəkilçisi yoxdur, mənsubiyyət şəkilçisi var. Ona görə cavabımız nə olacaq? 2, 3, 4 C variantı. Cümlələrdə feilin hansı şəklinə aid nümunə yoxdur? Sən saydığını say. Eləmi? Əmr şəkli. Gör fələk nə sayır. Sayır da ır. İndiki zamanda xəbər şəkli oldu. Elə deyil. Sonra tapşırıqlarını sona qədər yazmalısan. Malı məli nəyin şəkilçisidir? Vacib şəklinin şəkilçisidir. Baxın, əmrin şəkilçisi yoxdur, bilirik. Xəbər şəkli, bütün zaman şəkilçiləri olan sözlərimiz xəbər şəklindədir. Xəbər şəklində xüsusi şəkilçisi yoxdur, amma zaman şəkilçisi vasitəsilə onu tapa bilirik də. Gəlsən, əgər gəlsən, bu şərtdir. Onlar da rahat olar. Ar, gələcək zaman, yəni xəbər. Çayı keçməmiş, sevinməzlər. Bu da sevinməzlər xəbər şəkli, eləmi? Nə yoxdur burada? Əmr var, xəbər var, şərt var. Arzu şəkli yoxdur. Elə deyil. Vacib də var. Hamısı var. Sadəcə arzu şəkli yoxdur. Cavab A variantı. Sual tələb etməyən xəbər işlənmiş cümləni müəyyən edin. Sual tələb etməyən xəbərlər nədir? Var, yox, lazım, gərək, bəs. Yəni predikativ sözlərdir. Məsələn, burada görürük ki, sözüm yoxdur. Açıq-aşkar cavab görsənir ki, bu yoxdur burada. Predikativ sözdür və sual tələb etməyən xəbərdir. İsmi xəbər olur onlar. Dostları bizə gələndə kiçik qardaşım nədənsə narahat oldu cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. Cümlədə yer zəifliyi yoxdur. Demək, narahat oldu. Kim? Qardaşım. Nədənsə səbəb zəifliyi. Hansı qardaşım kiçik? Nə zaman? Dostları bizə gələndə. Demək, zaman zəifliyi var, səbəb zəifliyi var, yer zəifliyi yoxdur, doğrudur. Feili xəbərli cümlədə narahat oldu, bəli, feili xəbərli cümlədə. Bir təyindən istifadə edilir, bu doğrudur. Sual əvəzliyi məqsəd zərfliyi rolundadır. Sual əvəzliyi var burada. Nədənsə, yox. Nədənsə, məqsəd deyil, axı səbəb zərfliyidir.
Mənsubə şəkilçili sözlərdən biri mübtədadır. Qardaşım, mənim qardaşım. Bu mənsubə şəkilçilidir və mübtədadır. Doğru fikir. Yəni cavabı D variantı. Qeybət sözünün fonetik təhlili ilə bağlı doğru fikir. Bir məqamda sayt uzanması baş verir. Qeybət demirsən ki, yanlışdır. 3 cingiltili bir kar samit işlənmişdir. Demək Q, Y, B 3 cingiltili bir dənə də T kar. Olduğu kimi tələffüz olunur da bu söz. Doğrudur. Cavab B variantı. Deyilişi ilə yazışı arasında bir fərqli məqam vardır. Fərqli məqam ümumiyyətlə yoxdur. Bir samitin cingiltili qarşılığı yoxdur. Gəlin baxaq. Yoxdur elə bir samit. Y-nın da qarşılığı var, G-nın da, bunu da, T-nın da. 2 incə qapalı saat işlənmişdir. Qeybət, incə qapalı. Qeybət. 2 nədir? İncə qapalı. Qapalı deyil axı. Açıqdır. Amonim olmayan sözü müəyyən edin. Demək rəng. Sap, çin, diş, din. Din, bildiyimiz din, eləmi? İslam dini və yaxud dinmək. Məsələn, bunun amonimliyi var. Sonra Çin. Real mənasında, yuxum Çin çıxdı. Sonra bir də var Çin. Ot çalmaq üçün. Balaca bir əldən ot çalmaq üçün olan əşya var. Bax o. Sonra nə qaldı burada? Diş. Diş insanın dişi, darağın dişi. Çox mənalılığı var, amma amonimliyi yoxdur. Sap. Meyvənin sapı, armudun sapı. Bir də bildiyimiz o sap. Dikiş üçün istifadə olunur. Rəng. Musiqidə termin olaraq istifadə olunur. Eləmi? Muğamatda, təsnifatda. Sonra bir də bildiyimiz bu rəng mənası. Cavab D variantı olur. Mətni diqqətlə oxuyun və 11-20 saylı tapşırıqları yerinə yetirin deyir. Nərgiz gülü çiçeği. Məhkəmə salonu sükut içində idi. Bugün hakim qəribə işlə qarşılaşmışdı. O artıq ahıl yaşında olan iki qocanın şikayətini dinləyəcək, onların rəsmi evliliyinə son verəcəkdir. Düşüncələrə dalmış hakim 70 yaşını haqlamış cəhdlikdən soruşdu. Bu qədər vaxt keçəndən sonra nə üçün ayrılmaq istəyirsiniz? İlk olaraq yaşlı qadın söhbətə başladı. Möhtərəm hakim, bir ay bundan əvvələ qədər belə bir fikir ağlıma gəlməzdi. Biz yoldaşımla çoxdan ailəliyik. Məndə sümük xəstəliyi var. Qarşılıqlı sevgimiz heç zaman sönmədi. Yoldaşım bağban işləyirdi. Mən də ki, çiçəkləri çox sevirdim. Yoldaşım bir gün mənə dipçəkdə nərgiz gülü çiçeğini gətirib dedi ki, bu çiçeğə baxmalıyıq. Sonra dedi ki, onu yalnız gecələr sulamaq lazımdır. Ağrılarım olsa da mən hər gecə bu çiçəkləri sulayırdım. Bir gün diqqət yetirdim ki, yoldaşım bir dəfə də olsun gecə qalxıb çiçeği sulamayıb. Ona görə də mənim ağrılarımı görməzdən gələn bu qədər diqqətsiz bir insanla bir yerdə yaşamağımın mənasız olduğu fikrinə gəldim. Hakim qadının haqlı olduğunu düşündü. Lakin prosedura uyğun olaraq həyat yoldaşının da fikrini öyrənmək məqsədi soruşdu. Ağsaqqal, sən də əlavə nə isə demək istəyirsənmi? Yaşlı kişi cavab verdi. Həyat yoldaşım hər şeyi doğru danışdı, bir şeydən başqa. Nərgiz gülü çiçeği çox sulananda yaşamır. Həkimin məsləhətinə görə həyat yoldaşının sağalması üçün gecə durub gəzməli idi. Lakin o bunu etmək istəmirdi. Mən də bir çarə tapdım və bu yalanı uydurdum. Hər dəfə oyananda, işini tamamlayıb yatağına uzananda isə mən ayağa qalxar, çiçəyin suyunu boşaldar, kağızla torpağı qurudardım. Yəni demək istəyir ki, burada o hər dəfə oyananda mən də oyanardım, eləmi? Oyananda mən də oyanardım. O işini tamamlayıb yatağa girəndə mən dururdum, eləmi? Ayağa qalxırdım. Demək, ayağa qalxıbsa oyanıb da yatan adam ayağa qalxmaz. Birinci oyanar, sonra ayağa qalxır, elə deyil. Burada oyanır, sonra ayağa qalxır, çiçeğin suyunu boşaldır ki, nərgiz gülün deyil, çox sulandı, ölür da. Kağızla torpağı qurudardım. Sonra da gəlib mənim həyatımı sevincli edən, canımdan çox sevdiyim yoldaşıma baxardım. Bu sözdən sonra salonda hər kəsin yanından yaş süzüldü. Hətta bu işə xitam vermək istəyən hakim də göz yaşlarını saxlaya bilmədi. Baxaq mətnimizə. Mətnlə bağlı yanlış fikri müəyyən edin deyir. Mətndə sevgi və laqeydlilik qarşılaşdırılır. Biz bunu görürük. Elə deyil.
xanım laqeyd olduğunu düşünür kişinin və sevgi laqeyd qarşılaşdırması var. Qoca kişi həyat yoldaşına qarşı səmimi və qayğı keçirdi, bu da var. Qadın neçə müddət idi ki, bağban işləyirdi. Bu bağban işləyən kişi idi, elə deyil. Qadın deyir ki, yoldaşım bağban işləyir, eləmi? Bir dəqiqə, harda yazır? Yoldaşım bağban işləyir, eləmi? Mən də çiçəkləri çox sevirdim. Özünün bağban işləməsini də hə, hakim məsələni bildikdən sonra duyğulandı. Bəli, gözləri doldu deyir. Göz yaşını saxlaya bilmirdi. Hakimin məsləhəti fayda vermişdi. Həkimin məsləhəti fayda vermişdi. Bəli. Bir növ fayda vermiş ki, bu xanım burada durub gəlir dayanır, yaxşıdır. Mətnin ideyasına uyğun aforizmi müəyyən edin. Məhəbbət, təbiət kimdir? İlk soyuqlar daha çox hiss olunur. Nə? İlk soyuqlar daha çox hiss olunur. Bununla ilk soyuqlar neçə ildir bərabər evlidirlər. İlk məhəbbətdən bütün sehri ondan ibarət. İlk məhəbbətin bütün sehri ondan ibarətdir ki, sən hələ bilmirsən ki, ondan sonra nə olacaq? Heç əlaqəsi yoxdur. Sevginin dünəni yoxdur və o sabahı haqqında düşünmür. Dünyada ən böyük xoşbəxtlik əmin olmaqdır ki, siz evlə. Bəli, cavab D variantı. Çünki qadın niyə görə boşanmaq istəyirdi? Özünün artıq sevilmədiyini düşünürdü, bir növ belə deyək. Qayğı görmədiyini düşünürdü. Mətndə hansı sual cavab tapmaq mümkündür? Həkimin məsləhətinə əməl edildimi? Qoca kişi niyə boşanmaq qərar verdi? Bir dəqiqə, həkimin məsləhətinə əməl edildi. Bu var da elə deyil. Ki, qadın bir növ hər axşam durub çiçeği sulamaq istəyərkən gəzmiş oldu. Hərəkət eləmiş oldu. Elə deyil, həkimin məsləhətinə əməl edildi. Cavab variantı. Qoca kişi niyə boşanmaq qərar verdi? Qadın idi boşanmaq qərar verən. Hakim nə üçün qocaya söz vermir? Elə şey yoxdur, söz verir. Qoca kişi Nərgiz gülünü niyə sulayırdı? Qoca kişi sulamırdı, tam tərsinə suyunu boşaldırdı. Cütlük nə zaman evlənmişdi? Uzun müddət deyir. Nə zaman evləndiyi haqqında məlumat yoxdur. Qarşısına işarələr qoyulmuş sözlərdə məcazi mənada olanları müəyyən edin deyir. Demək, məcazi mənada olanları müəyyən eləyəcəyik. Gəlin baxaq. Qəribə işlə qarşılaşmışdı. İnsanla qarşılaşırdı. Evliyinə son verəcəkdi. Eləmi? Yaşlı qadın. Səndən nə istəyir? Məcazi məna istəyir, yoxsa həqiqi məna istəyir? Demək, məcazi mənada işlənmiş sözlər. Elə deyil. Qarşılaşma dedik. Eləmi? Sonra verəcəyi götürdük. Yaşlı qadın dedik, həqiqi mənadadır. Düşündü. Düşünə bilir insan. Heç zaman sönmədi. Sevginin sönməsi məcazidir. Sonra nə qaldı? Hiçbir şey. Demək, üçbucaq karol işarəsidir də, o həm nə işarəsidir? Üçbucaq karol var. Bir də bu dairə iddiəli deyil. Dairədə oydan. Son vermək. Bəli, evliliyə son verməkdə məcazi mənada. Sonra cavab oldu E variantı 14-də. 15-ə gəlin baxaq. Giriş əsas nəticə isə məhkəmə salonunun sakitliyi. Ağlayan hakim nəticədir. Eləmi? Yaşlı kişinin etirafı əsas hissədədir. Qəribə məhkəmə işi giriş hissədədir. Giriş hissədə nə deyir? Bugün hakim qəribə işlə qarşılaşmışdı. Birə deyir ki, C3-ə B görürük. Gecə baş verən qəribə hadisə. Birə deyir ki, C3-ə B. Gecə baş verən qəribə hadisə bu kişinin qadın durub gəzməsi, kişinin gedib suyu boşaltması falan bu harda olur? Bildiyimiz kimi əsas hissədə olur. Məhkəmə salonunun sakitliyi, gəlin baxaq. Giriş hissədə varmı belə bir şey? Qocanın şahid deyiləcək, rəsmiyini son verəcəkdir. Məhkəmə salonu sükut içindedir. İlk cümləsi o deyiləcək. Görməmişim onu. Məhkəmə salonunun sakitliyi də birə. Bir DA, 2 C'ye, 3 B. DA, cavab variantı.
Tünd hərflərlə verilmiş sözün doğru şərhini müəyyən edin. Gəlin baxaq ki, tünd hərflərlə verilmiş söz hansı sözdür? İlk başdan burada görsənmir. Prosedura. Məncə budur. Prosedura uyğun eləmi? Prosedur. Hər hansı işin müəyyən olmuş qaydaları. Prosedur nədir? Hər işin bir proseduru var. Ardıcıllıq, yəni bir qayda var. O qaydaya uyğun prosedura riayət olunmalıdır, yəni ardıcıllığa, protokol deyilir. Mətndə nöqtələrin yerinə uyğun nümunəni müəyyən edin. Mən də oyanardım dedikdə elə deyil. Mən də oyanardım. Və izah elədik. Çünki insan oyanır, sonra ayağa qalxır, sonra suyu boşaldır. Mən də yatardım. Yatandan sonra niyə ayağa qalxsın? İstirahət edəndən sonra mən də istirahət eləyərdim, nə gecə vaxtı. Mən də onu narahat edərdim, əlaqəsi yoxdur. Fikrimi dəqiq çatdırardım, əlaqəsi yoxdur. Çərçivədə verilmiş sözlə bağlı doğru fikir. Çərçivədə verilmiş söz nədir? Bu çiçəyə baxmalıyıq. Burada qulluq etmək mənasında işlənir, belə deyil. Həqiqi mənada deyil, məcazi mənadadır. Yəni çiçəyə baxmaq, durub üzünə gözlərinlə üzünə baxmaq, çiçəyə baxmaqda söhbət edirsə, bu həqiqi olar. Amma burada birlikdə çiçəyə baxmaq, yəni qulluq etmək mənasındadır. Yəni həqiqi məna olanları, məsələn, eynirsən, silirsən, getdi, qalır 3 dənə variantımız. Sözün kontekstdəki mənasında eyni mənada işlənən cümlə. Tapşırıqları diqqətlə bax. Burada nəzərdən keçirməkdir, qulluq etmək mənası deyil. O gedən uşağa yaxşı bax, gör necə xoşbəxtdir. Bu da nəzər yetirməkdir, qulluq etmək deyil. Uşaqlara yaxşı bax, mən gec qayıdacağam, bəli, uşaqlara yaxşı bax, yəni yaxşı qulluq elə. Altına xətt çəkilmiş ifadənin yerinə görə əvəz edə bilən məcazi mənalı söz. Altına xətt çəkilmiş ifadə nədir? Şikayətini dinləyəcək. Dinləmək qulaq asacaq. Məcazi mənadan yaxşı. Qulaq asacaq. Belə yazsam elə kifayət edir. Üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəli tamamlayan nümunələr. Kontekstə uyğun qarşılığı mətndən kənar cümlədə işlədilməsi. 1 və 2 üzərində 1 və 2 yazılan nədir? Ağlıma gəlməzdi. Ağlıma gəlmək, yadıma düşmək, xəyalına gətirmək. Onun hər hansısa birini yaza bilirsiniz. Fikrinə gəldim. Yaşamağın mənasız olduğu fikrinə gəldim, yəni qənaətə gəlmək. Qərara gəlmək. Demək, sən bura yaza bilirsən xəyalına gəlmək, xəyalına gətirmək. Eləmi? Burada yazırsan ki, qərara gəlmək. Qərara gəlmək. Onlara aiddə bir cümlə düzəldirsən olur. 20-ci sualın cavabı. Gəlin Pisa qüləsinə aid olan mətnimizə baxaq. Pisa qüləsi İtaliyanın Pisa şəhərindədir və orada əsrlərin möhtəşəm tikililərdən biri hesab edilir. Bu qülləni hamı düşən qüllə adlandırır, əyridə bilir yox. Pisa qüləsi hələ də bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqla hündürlüyü 55.86, ən yüksək tərəfi isə 56.7 metr hesablanmışdır. Divarların enliyi 4 metr, yuxarıya doğru istiqaməti isə 2,48 metrdir. Onun ümumi kütləsi 14.453 ton hesab olunur. Tikinin əyilmə meyilliyi 3,97 dərəcəyə sayılır. Qüllənin həmçinin 294 pilləsi var. Qüllənin yuxarı hissəsi vertikal vəziyyətdə, yəni şaquli vəziyyətdə 5 metr meyillənmişdir. Başqa sözlə desək, qüllə 5 metr əyilib. Qüllənin yuxarısına çıxan hər bir kəs bunu çox sadə bir üsulla yoxlaya bilər. Belə ki, qüllənin dibindən atılan bir daş qüllənin başından 5 metr aralıya düşür. Necə? Qüllənin dibindən atılan daş bir daş qüllənin başından əksinə olar. Bu qüllənin başından atılan bir daş. Daşı başdan atmasında yəqin ki, buna aid bir sual olacaq.
Güllənin dibindən necə daşı yuxarı atırsan 5 metr aralığa düşür. Güllənin başından atılan bir daş güllənin dibindən 5 metr aralıya düşür. Bəs güllənin əyilməsinin səbəbi nədir? Heç kəs bunu, hələ heç kəs bunun dəqiq səbəbini bilmir. Sözsüz ki, güllə inşa olunanda bu vəziyyətə düşməsi planlaşdırılmamışdı. Belə hesab edilir ki, güllə inşa edildikdən sonra əsrlərlə düz dik duracaq. Ümumilikdə isə Pisa qüləsinin memarlığı İtalyan abidələri içərisində ilkin yer tutur və bu ətrafdakı kilsə kompleksi ilə birlikdə 1063-cü ildən tikilməyə başlanılıb. Hətta Pisa kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də var. Bunlardan ən tanınmışı isə Alman imperatoru 2-ci Henrixdir. Güllə baş kilsənin yanında, kilsə zənglərinin açılması məqsədi ilə inşa edilib. İnşası da 1174-cü ildə başlanılıb və 1350-ci ildə başa çatıb. Görün neçə il davam edib. 200 ilə yaxın. Hətta daha çox 200 ildən çox demək olar ki. Naməlum səbəblərdən güllənin inşası 176 il, 200 ilə yaxın sürüb. Naməlum səbəblərdən deyir. Son 100 ildə güllə 0.3 metr, yəni 13 metr, 30 santimetr, yəni 33 santimetr hətta əyilib. Mühəndislər belə hesab edirlər ki, güllənin haqlı olaraq düşən güllə adlandırırlar. Çünki ya gec ya tez nə vaxtsa güllə düşəcək, yəni yıxılacaq. Hələ də belə düşünürlər ki, güllə yıxılacaq. Mətnin üzərində rəqəmi yazılmış hansı sözlər məcazi mənada işlənmişdir deyir. Üzərində rəqəm yazılmış sözlər. Gəlin baxaq. Tikirlərdən biri hesab edilir, bu həqiqidir. Sonra 2 hesablanmışdır, bu da hesablanıb. Yuxarıya doğru istiqaməti 2,48 metr. Bu da doğrudur. Yəni həqiqi mənada, məcaz mənada deyil. 1, 2, 3 gedir. 4 nədir? 4 hardadır? 4, 5. Bu tərəfdə deyil. Dərəcə sayılır. Bu məcazi məna olduğu ilə mi? 5. Güllə 5 hardadır? Beşi görə bilmirəm uşaqlar. Görürsün, burada 5 saat yazılmayıb. Demək uşaqlar 1, 2, 3 çıxsın. 1, 2, 3 çıxdın. Qalır 4 və 5. 4-ü də necə məcazi məna olduğunu bildirək. 5-ci sözümüzdə məcazi mənalı olur avtomatik olaraq. Çünki başqa variant yoxdur. Yəqin ki, bu vəziyyət düşməsi burada olar. Burada görsənmir, amma skanla belə keyfiyyətsizdir buna görə. Mətndə hansı faktın səbəbi aydın olur? Güllənin əyilməsinin səbəbi bəlli deyil. Güllənin adlandırılmasının səbəbi bəllidir. Bəli. Deyir ki, düşən güllə adlandırılır. Çünki ya gec ya tez nə vaxtsa düşəcək. Nə deyil, səbəbi var. Güllənin adlandırılmasının. Güllənin inşasının gecikməsinin naməlum səbəb deyir. İndiyə kimi yıxılmamasının səbəbi bəlli deyil. Alman imperatoru güllədə dəfnini, bu da yazılıbdır. Niyə səbəbi, niyə orada dəfn olub, o yazılmır da. Səndən deyir ki, səbəbi. Sonra tünd hərflərlə verilmiş sözü əvəz edə bilən nümunəni müəyyən edin. Tünd qara hərflərlə verilmiş söz. Vertikal vəziyyət, yəni şagulit dedikdə elə deyil. Vertikal şagulit də. Mətndə hansı sual cavab yoxdur? Güllənin hündürlüyü nə qədərdir? Güllənin hündürlüyü yazılmışdır. Alçaq tərəfindən 55 %86, 56 %7 metr. Onda 7 metr. Yazılıbdır. Güllənin hündürlüyü nə qədərdir? Yazılıb. Güllənin kim inşa edib? Yazılmayıb. Vaxtda heç bir məlumat yoxdur. Hansı şəhərdədir? Yazır. Elə mi? Pisa şəhərindədir. Elə. Ona görə elə var. Adı. Bu yoxdur. Bu var. Güllə inşası neçə il sürüb? 176 il yazıb. Güllə haqqında hansı proqnozlar düşəcək? Mətnə görə doğru fikirləri müəyyən edin. Güllənin tərəfləri hündürlüyünə görə fərqlənir. Bunu göstərir mətndə, elə deyil. Burada deyir axı. Torpaq, ən alçaq tərəfin torpaqdan hündürlüyü 56 deyək, 55 deyək. Bu da 56 ilə
Demək olar ki, 1 metr fərqlənir. Güllənin inşası məqsədi bilinmir. Bilinir axı. Deyir ki, kilsənin zənglərini asmaq üçün. Eləmi, asılması məqsədi ilə inşa edilir. Burada yazılır. Sonra. Demək, bu getdi. Təhlükəli olduğu üçün güllə ilə bağlı hesablamalar daha aparılmır. Yazılmır axı, daha aparılmır falan. Güllənin əyri olması məqsədli deyil, bu yazılıbdır. Məqsədli deyil. Əyilmə ölçüsü məlumdur. Bəli, yazır da burada əyilmə ölçüsü. Elə deyil. Təxminən 4 dərəcə sayılır. Nə oldu? 1, 4, 5. 25 olur E variantı. Çərçivədə verilmiş sözü əvəz edə bilən ifadə, çərçivədə verilmiş sözü möhtəşəm dikili. Möhtəşəm dikili. Möhtəşəm hündür yox, əzəmətli və ecazkar. Hörmətli möhtəşəmlə əlaqəsi var, hündür yox, əzəmətli və ecazkar. Mətndə altına xətt çəkilmiş sözün eyni mənada qarşılığının işləndiyi nümunəni müəyyən edin. Altına xətt çəkilmiş sözün eyni mənada. Güllənin yuxarı hissəsi. Altına xətt çəkilmiş söz burada elə deyil, yuxarı hissəsi. Ən yüksək hissəsi, üst hissədə. Yüksək vəzifə. Güllənin yuxarı hissəsi yüksək olmaz. Vəzifə olmaz da yəni. Daima uca zirvə. Yüksək. Dəqiqə. Güllənin yuxarı hissəsi. Uca zirvə olmaz axı. Stolun baş tərəfində ağsaqqallar yerləşmişdir. Divarın üst hissəsi var. Divarın üst hissəsi. Yuxarı hissəsi, üst hissəsi. D variantı. Dağın ən hündür zirvəsidir. Zirvədə dediyimiz kimi alınmır. Mətnin plan bəndlərinə aiddir. Mətnin plan bəndlərinə aiddir. Demək, məşhur tikilinin xüsusiyyətləri. Bunlar. Alman İmperator vəsiyyəti yazılmır. Kilsə zənginin ağırlığından söhbət getmir. Yəni bunlar haqqında heç bir məlumat yoxdur. Proqnozlar da var ki, düşəcək. Nə oldu? 1 və 4 cavabımız olur E variantı. Tünd qərəflər verilmiş sözün verilmiş cümlədə yanlışlığı düzəlt. Düzəltdik də bayaq. Elə oymuş cavab. Güllənin dibindən yox, güllənin başından atılan daş dibindən 5 metr aralıya düşür. Bunu dəyişib düzəldirsən. Giriş hissəyə başlıq versən, bir də bu səbəbsiz nəticə. Hayır, səbəbsiz hadisə. Gəlin giriş hissəyə görə nə başlıq verə bilirik. Giriş hissəsində nə idi söhbət gedir? Pisa qüləsi İtaliyanın Pisa şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərinin biri hesab edilir. Möhtəşəm bir tikili. Məsələn, deyə bilirsən, eləmi? Bu gülləni hamı düşən güllə adlandırır. Məşhur güllə deyə bilərik. Möhtəşəm güllə, möhtəşəm tikili. Onun hər hansısa birini giriş hissəyə artıra bilərsən. Səbəbsiz hadisə güllənin əyilməsi məsələsidir. Elə deyil. Səbəbsiz hadisə. Yəni bu güllənin əyilmə səbəbi məlum deyil deyir də burada. Əyilmə səbəbi nədir? Heç kəs bunu dəqiq səbəbini bilmir. Yəni səbəbsiz hadisə güllənin əyilməsi. Bu da əsas hissədədir. Qalır nə hissəmiz? Nəticə hissəmiz. Nəticə hissəmizdə də nə deyə bilərik? Gəl nəticə hissəmiz. Mühəndislər belə hesab edirlər ki, güllənin mühəndislərin fikri. Mühəndislərin fikri. Qənaəti. Belə uşaqlar. İzahımızı yekunlaşdırdıq. Sınaq 14 yekunlaşdı. Növbəti sınavımızda inşallah dərsimizdə sınaq 15-in izahını verəcək. Dediyim kimi ardıcıl bir şəkildə bütün sınaqların 20-yə qədər olan sınaqların hamısının izahını verməyə çalışacağım. Hər hansısa bir sualınız olarsa rəy bölməsində yazmağı unutmayın. Dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşürük.